Bərk cisimlərin xassələri. Bərk cisimlər fiziki xassələrinə görə iki qrupa bölünür. Onlara deyirlər kristal və amorf cisimlər. Bunlar kristallara daha dəqiq desək, monokristallar bu qrupa aiddir. Çünki polikristallar onlar da amorf kimi xassələr göstərirlər. Hansı xassələrinə görə kristal və amorf ayrılırlar, onları deyəcəm. Deməli, buradan başlayaq. Kristal cisimlər üçün olan xassələri deyək. Kristal cisimlər. Hə. Kristal cisimlər birincisi molekulları nizamlı düzülmüşdür. A, B, C variantları olarak düzək. Molekülları nizamlı düzülmüşdür. İkinci B xassəsi dəqiq ərimə temperaturuna malikdir. Dəqiq ərimə temperaturu var. Və üçüncü xassə anizotropdurlar. Anizotropdur. Anizotropdur nə deməkdir? Onu bir qədər sonra deyəcəm. Deməli, kristal maddələr nümunə gətirin desələr, siz buzu misal göstərsiniz. Məsələn, buz kristal maddədir. Yəni, buz bərk halda, buzlamış halda kristal maddədir. Buzun dəqiq ərimə temperaturu var. Bilirsiniz, məsələn, buz 0 dərəcə Selsidə əriyir normal şərtlərdə. Anizotrop haqqında mən sizə sonradan danışacağam. İndi amorf cisimlər nədir? Amorf cisimlər isə amorf cisimlər. Amorf cisimlərin də 3 dənə xassəsi var. Onlar kristal maddələr kimi molekullar nizamlı düzülüşə malik deyil. Yazırıq buradan A variantı molekulları nizamsız düzülmüşdür. Nizamsız düzülüb. B variantı dəqiq ərimə temperaturu yoxdur. Dəqiq ərimə temperaturu yoxdur. Onlar müəyyən temperatur intervalında əriyirlər. Yəni, müəyyən məsəl üçün intervalda, müəyyən temperatur intervalda. Məsəl üçün, deyək ki, 30 ilə 100 arasında əriyirlər. Yəni, konkret deyə bilmirik də hansı temperaturda əriyir. Temperatur intervalında əriyirlər. Buraya yazaq interval. C variantı izotropdurlar. İzotropdur. İndi anizotropiya və izotropiya haqqında tərifi yazaq görək. Bu nə deməkdir? Kristalın daxilində fiziki xassələrin istiqamətdən asılı olmasına anizotropiya deyilir. Anizotropiya. Vergül. Asılı olmamasına isə izotropiya deyilir. İzotropiya deyilir. Bax belə, bunu yazdım ki, dərsdən sonra PDF istəyəndə bunu atım sizə. Bax belə. Anizotropiya və fiziki xassələrin istiqamətdən asılı olmağı nə deməkdir? Bu şüşəni siz amorf cisim kimi düşünün, şüşə. Bildiyimiz şüşə. Buzu isə belə deyək də, kristal cisim kimi düşünün. Məsələn, şüşəyə bir daş atsaq, o daş hardan attığımızdan asılı olmayaraq şüşə bütöv şəkildə
qırıq-qırıq olacaq və şüşənin heç bir qırıntısı digər qırıntısına oxşamayacaq. Yəni biz daşı hansı istiqamətdən asılı vurmağımızdan asılı deyil. Bir başqa nümunə də göstərsək, indi kənd yerində yaşayanlar bilir. Ta ki belə bir odun parçasıdır. Baltanı da belə bir də baltamız var deyək. İndi baltaya nə qədər oxşayır, oxşamır onu deyə bilməyəcəm. Bax, balta ilə bu oduna vururlar. Əgər tən ortadan vursalar, bax tən ortadan vursalar, bu odun tən ortadan yarıdan ayrılacaq. Yəni mən demək istəyirəm ki, baltanın bu oduna vurulma istiqaməti ilə odunun ikiyə ayrılması düz mütənasibdir. Yəni mən baltanı düz ortadan vursam, odun da düz ortadan ikiyə ayrılar. Müəyyən bir tinindən vursam, o odunu müəyyən tinindən parçalayar. Yəni verilmiş istiqamətdən asılı olmaq o deməkdir. Əgər verilmiş istiqamətdən asılıdırsa, bu gedir anizotropiya, aslı deyilsə izotropiya adlanır. İnşallah bununla bağlı din topluluğunda iki sual var. Orada da yenə sizinlə o sual haqqında geniş danışacağım. İndi biz danışacağıq sizə bərk cisimlərdə deformasiya. Ben bir şey soruşacağım. Bəli. Mesela grafitdi, flerendi, bunlar amorfdur. Onlar əzbərləməyə ehtiyacınız yoxdur. Bəli, amma yəni Ümumiyyətlə, amorfdur, bəli. Qrafit amorfdur. Çünki karbonun şəkilləri, məsələn, karandaş var, karandaşın uc hə, hə. nöqtəsi var. Və o da amorfdur. Bunlar deyəsən kimyada da keçirlər, hə, səhv etmirəmsə, yoxsa? Atom kristal qəfəsi olmağına görə dedim. Hə, orada var. Kristal qəfəslər orada var. Bizdə də var, amma mən o hissəyə toxunmayacağam. Çünki o hissəyə aid bizim din topluluğunda sual yoxdur. İndi mən sizə danışacağım kristalın mexaniki xassələri. Başlayaq birinci mexaniki gərginlikdən. Mexaniki gərginlik. Mexaniki gərginlik nədir? Müəyyən bir səthə təsir edən qüvvənin həmin o səthin sahəsinə olan nisbətidir. Ya da elastiklik qüvvəsinin modulunun nümunənin en kəsin sahəsinə olan nisbətidir. Təzyiqdən fərqi odur ki, burada biz təzyiqdə qüvvəni perpendikulyar istiqamətdə səthə uyğuluyurduq. Burada isə qüvvəni nümunəyə uyğulayacağıq, nümunəyə. Məsəl üçün bu formada en kəsi S olan bir nümunəyə uyğulayacağıq və onu uzatmaq üçün və ya onu sıxmaq üçün uyğulayacağıq. Onu sıxmaq üçün uyğulayacağıq. Yəni bu səthə yox, müəyyən bir elastik cisimə uygulanan qüvvənin, elastiklik qüvvəsinin həmin səthin sahəsinə olan nisbətidir. Və düsturu da F bölünsün S-dir və bu nəyin düsturuna oxşayır xatırlasaz? F bölü S digər halda nəyin düsturu idi? Təzyiqin düsturu idi da P bərabər F bölü S. Vahidin yazaq. Burada biz vahidi. Vahidi olacaq. Newton bölünsün metr kvadrat. Buna da bir Pascal deyirik. Biz S-i yerinə bəzi ifadələr yaza bilərik. En kəsin sahəsi olduğuna görə pi r kvadratı yazarıq və yaxud pi d kvadratı böl 4 yazarıq. Bu ifadələri düsturda yerinə yazsaq, düsturumuz bu şəkildə olacaq. Sigma bərabər olacaq. Deməli, sigma bərabər olacaq. F bölünsün pi r kvadratı və yaxud 4F bölünsün pi d kvadratı. Bu şəkildə olacaq. Bu sigma o səthi gəlmə qüvvəsindəki sigma deyil. Bunun adı mexaniki gərginlikdir. Burada qrafikləri biz çəkə bilərik artıq. Sigma F ilə düz asılıdır. S ilə, R ilə və D ilə
Tərs asılıdır. Bax, bu şəkildə tərs asılıdır. Biz bəzən də f-in yerinə mc yaza bilərik. Daha doğrusu yazırıq. Onda sigma bərabər olacaq. Mc bölünsün s. Mc bölünsün s şəklində yazmaq olar. Belə. Səthi gəlmə qüvvəsi haqqında bu qədər. İndi bərk cisimlərdə deformasiya və daha çox da uzanma və sıxılma deformasiyasından danışacağım. Yazıram burada başlığın adı uzanma və sıxılma deformasiyası. Məsəl üçün tutaq ki, biz bunu elastiklik qüvvəsi dərsində də bir qədər danışmışdıq, hatırlayırsınızsa. Tutaq ki, bu nümunədir, rezin çubuqdur. Bunun başlanğıc uzunluğu L0'dır. Buna biz F qüvvəsi tətbiq etəndən sonra bunun son uzunluğu L olacaq. F qüvvəsindən sonra. Bu nümunə onda delta L qədər uzanmış olacaq. Delta L. Delta L bərabər olacaq L minus L0. Bax, bu delta ilə biz mütləq uzanma deyəcəyik. Mütləq uzanma. Mütləq uzanma vahidi nə olacaq? Mütləq uzanmanın vahidi 1 metrdir. Ellə işarə olunur və 1 metr olacaq. Və uzanma deformasiyasında delta L müsbət olacaq. Sıxılma deformasiyasında isə delta L sıfırdan kiçik olacaq. Bax belə. Mütləq uzanmanı xəttkeşlə ölçmək olur. Xəttkeşlə ölçülür. Bax belə. Burada L0 nümunənin başlanğıc uzunluğudur. Onları da qeyd edək. L0 başlanğıc uzunluqdur. L isə son uzunluqdur. Bax belə. Beləliklə biz mütləq uzanmanın düsturunu keçdik, dedik və bir də var nisbi uzanma. Nisbi uzanma. Nisbi uzanma. Nisbi uzanma nədir? Deməli, nümunənin mütləq uzanmasının nümunənin başlanğıc uzunluğuna olan nisbətidir. Delta L'in L0 olan nisbətidir. Delta L'in yenə biz L minus L0 yazırıq. Bölünsün L0 yazasıyıq. Bax belə. İndi buradan nə iş görmək olar? Yazmaq olar ki, L çıxılsın L0 minus 1 yazmaq olar. Hə, nisbi uzanmanın vahidini baxsaq metrə böləndə 1 qalır. Ona görə də nisbi uzanmanın deyirlər ki, vahidi yoxdur. Vahidi yoxdur. Və mütləq uzanmada, nisbi uzanma da adsız kəmiyyətdir və skalyar kəmiyyətdir daha doğrusu. Skalyar kəmiyyətdir. Və mütləq nisbi uzanma nümunənin başlanğıc uzunluğundan asılı deyil. Nümunənin başlanğıc uzunluğundan asılı deyil. Onu bir qədər sonra deyəcəm. İndi mütləq uzanma və nisbi uzanma haqqında qəbula 2021, 20, 19, 23, bax bu illərdə, 24-cü ildə hətta da bax, mütləq uzanma və nisbi uzanma haqqında düsturlara çoxlu sayda sual düşübdür. Yəni bu düsturları mütləq şəkildə öyrənin. Mütləq və mütləq şəkildə öyrənmək lazımdır.
Deməli, yazıram bura mütləq uzanma 2 nöqtə. Mütləq uzanma. Mütləq uzanma. Mütləq uzanma delta L ilə işarə olunur. Delta L bərabərdir. Düsturu belədir. FL0 bölünsün yes. Bu düsturu mütləq şəkildə öyrənmək lazımdır. Ən vacibi düsturlardan biridir. FL0 bölünsün yes. Bu F'in yerinə, indi bu yazacağım düstur çıxarışdır. Deməli, bu F'in yerinə nə yaza bilərsiniz? MG yaza bilərsiniz. MG vurulsun E0. Y vurulsun. S'in də yerinə pi r kvadratı yaza bilərsiniz. Və yaxud da pi d kvadratı bölü 4 də yaza bilərsiniz. Bu mütləq uzanma. Bu düsturlardan göründüyü kimi mütləq uzanmanın aslı qrafikləri. Mütləq uzanma f ilə, daha doğrusu f ilə düz aslıdır. E0 ilə düz aslıdır. S ilə isə aslı, üzr istəyirəm, S ilə isə tərs aslıdır. Bax bu şəkildə. F ilə düz, E0 ilə düz, S ilə isə necə aslıdır? Tərs aslıdır. Bunlar mütləq uzanmanın zaten düsturunda görünür. Burada F'dir, Y'dir, S'dir. Bunlar hamısını sizə məlumat verəcəm. Bir də var nisbi uzanma. Burada yazırıq nisbi uzanma. Nisbi uzanma mütləq uzanmanın E0 olan nisbətidir. Onda bunu E0'a böləndə E0 ixtisar gedir. Onda nisbi uzanma epsilon bərabər olur. F bölünsün yes. Və bunu da bir nişanlayaq. Hə, burada da yenə əlavə düstur olaraq yazaq ki, F'in yerinə mg yazırıq. S'in də yerinə yazırıq pi r kvadratı. Aha. İndi qrafikləri təzədən çəkək. Görək nə göstərir. Düsturda görürük ki, L0 yoxdur. Deməli, nisbi uzanma başlanğıc uzunluqdan asılı deyil. F ilə yenə düz asılıdır. S ilə yenə tərs asılıdır. Başlanğıc uzunluqdan isə asılı deyildir. S ilə tərs, L0-dan asılı deyil, F ilə isə düz asılıdır. Burada kəmiyyətdən adları var. Burada F-i bildiniz ki, qüvvədir. Digər kəmiyyətləri də. Burada Y Young moduludur. Young modulu. F elastiklik qüvvəsidir. Və ya deformasiya etdirici qüvvədir. S nümunənin en kəsin sahəsidir. Nümunənin en kəsinin sahəsidir. L0 başlanğıc uzunluqdur. Bunların adlarını mütləq öyrənmək lazımdır. Başlanğıc uzunluq. Young modulunun vahidi 1 paskaldır. 1 paskaldır. Young modulunun fiziki mənası nədir? Young modulu. Nümunəni özü qədər uzadan zaman yazıram bura. Nümunəni özü qədər uzadan zaman meydana çıxan mexaniki gərginliyə bərabər olan kəmiyyətdir. Mexaniki gərginliyə bərabər olan kəmiyyətə deyirlər. Young modulu. Bax belə. Bunu da bildik. Hə, əsas məsələ nədir? Qeyd 1 və qeyd 2. Bax, belə bir qeyd yazaq. Çox önəmlidir. Testlərə düşür. Bizim bir şagird vardı Elvina Şirvandan. Bu qəbul imtahanında 29 fizika yazmışdı. Bir dənə bu qatlama sualını
Səhv etmişdik. E, Bunu belə yazaq ki, buna bir qeyd kimi yazaq ki, nümunəni ortadan qatladıqda, nümunəni, nümunəni ortadan qatladıqda, 2 nöqtə, 3 nöqtə yaxud 4 nöqtə. Nümunəni ortadan qatladıqda nə olur şagirdlər? Ta ki, bu nümunədir və bu nümunənin en kəsin sayısı S-dir və başlanğıc uzunluqda L0'dır. Biz bunu ortadan qatladığımız zaman, biz bunu ortadan qatladığımız zaman nə baş verir? Təbii ki, bunun uzunluğu 2 dəfə qısalır. Yəni olur L0 bölü 2. Enkəs hissası isə 2 dəfə artmış olur. Onda biz mütləq və nisbi üzr istəyirəm, mütləq uzanma ilə nisbi uzanmanın düsturunu yazsaq, nə alarıq? Mütləq uzanmanın düsturunu yazırıq. F0 bölünsün yes. Nə baş verir? L0 2 dəfə azaldığı üçün mütləq uzanma 2 dəfə azalacaq. S 2 dəfə artdığı üçün bu yenə 2 dəfə azalacaq. Deməli, mütləq uzanma, yəni delta L 4 dəfə azalacaq. 4 dəfə azalacaq. Azalmaması üçün buradan asılan yükün miqdarını 4 dəfə nə etməliyik? Artırmalıyıq. Məsəl üçün 8-dirsə 32 kiloqramlıq yük asmalıyıq ki, mütləq uzanma dəyişməsin. Bax, mənim bu cümləmi yadda saxlayın. Mütləq uzanmanın dəyişməməsi üçün kütləni 4 dəfə artırmalıyıq. İndi görək nisbi uzanma nətlərdə olacaq. Görək nisbi uzanma nətər olacaq. Mən bu M-i silə bilsəm. Deməli, bura yazırıq. Burada 2S idi. Burada S idi. İndi nisbi uzanmanın üstünü yazaq. Nisbi uzanma epsilon bərabərdir. F bölünsün y'sdir. İndi baxın gör, burada görürük ki E0-dan asılı deyil. E0-dan asılı deyilsə ancaq S-ə baxacağıq. S 2 dəfə artdığına görə nisbi uzanma 2 dəfə azalacaq. Deməli, nisbi uzanma 2 dəfə azalmış olacaq. Epsilon 2 dəfə azalacaq. Azalmaması üçün nə etmək lazımdır? Asılan yükün kütləsini 2 dəfə artırmalıyıq. Belə, indi Hooke qanunundan danışacağım sizə. Əsl Hooke qanunu. Hooke qanunu. Hooke qanununda deyilir ki, kiçik deformasiyalarda mexaniki gərginlik nisbi uzanma ilə düz asılıdır. Düstur da belədir. Sigma bərabərdir. Y Young modulu vurulsun nisbi uzanmanın modulu. Təkrar eləyirəm. Kiçik deformasiyalarda mexaniki gərginlik nisbi uzanma ilə düz asılıdır. Yəni mən sigmanın nisbi uzanmanın modulundan asılı qrafikini çəksəm, qrafiki düz mütənasib almış olaram. Bax bu şəkildə. İndi biz elastiklik qüvvəsinə qaydaq. Elastiklik qüvvəsindən biraz danışaq. Buraya yazıram elastiklik qüvvəsi. Elastiklik qüvvəsini siz bilirsiniz ki, F bərabər kx-dır. Biz burada x-i delta L ilə əvəz etmişik. Onda elastiklik qüvvəsinin modulu bərabər olacaq. F bərabər olacaq k vurulsun delta L.
Burada delta L mütləq uzanmadır. K'nın nə olduğunu siz bilirsiniz. K burada sərtlik əmsalıdır. Və F delta L'dən düz mütənasib asılıdır. Və burada bucağın tangens alfa bizə K'nı verəcək. Yəni sərtlik əmsalını verəcək. Yəni burada K sərtlik əmsalıdır. Sərtlik əmsalını düsturdan tapsaq, alarıq ki, K bərabərdir F bölünsün delta L. Bax bu şəkildə. Sərtliyin vahidi birgə də yadımıza salaq. Newton bölünmüş metrdir. Sərtlik K, yəni delta L-dən, yaxud M-dən, yaxud F-dən asılı deyil. Asılı olduğu düsturu bir qədər yenə yadımıza salaq. Yazaq ki, K-nın asılı olduğu düstur. Asılı olduğu düstur. K-nın asılı olduğu düstur belə idi. K bərabərdir. YS bölünmüş L0. Bunlardan asılıdır. Y vurulsun S'in yerinə biz pi r kvadratı böl L0 yazasıyıq. Yaxud da Y vurulsun pi d kvadratı böl 4L0 yazarıq. Burada S en kəsinin sahəsidir. L0 isə nümunənin başlanğıc uzunluğudur. Deməli, başlanğıc uzunluqdan tərs asılıdır, S-lə isə düz asılıdır. Hə, 2012-ci ildə qəbula sual düşüb. Onu bura mütləq qeyd etməliyəm. K nümunənin radiusundan və ya diametrindən gördüyünüz kimi kvadratik asılıdır. Bu formada. Kvadratik asılıdır. Bax belə. Bərk cisimlərin xassələrində danışdıq. İndi bərk cisimlərin ərimə və bərkimə qrafiklərindən danışacağım sizə. Bərk cisimlərin ərimə və bərkimə qrafikləri. Birinci başlayaq. Xüsusi ərimə istiliyindən danışaq. Xüsusi ərimə istiliyi yazaq. Xüsusi ərimə istiliyi. Bundan qabaq biz xüsusi yanma və ya xüsusi buxarlanma istiliyi keçmişdik. Xüsusi ərimə istiliyi nədir? Ədədi qiymətcə 1 kiloqram kristal maddəni tamamilə əritmək üçün lazım olan istilik miqdarıdır. İstilik miqdarına bərabər olan kəmiyyətdir. Xüsusi ərimə istiliyi lambda ilə işarə olunur. Lambda bərabərdir. Olacaq Q bölünsün M. Xüsusi ərimə istiliyinin vahidi isə olacaq joule bölünsün kiloqram. Xüsusi ərimə istiliyi digər xüsusilər kimi maddənin növündən asılıdır. Yəni M-dən və Q-dən asılı deyildir. Burada Q isə ərimə istiliyidir. Ərimə istiliyi. Deməli, buradan Q-ni tapanda Q bərabər olacaq lambda vur M. Onda Q ilə M düz asılıdır. Bax, düz asılı olacaq bu şəkildə. Hə, indi ərimə və bərkimə qrafiklərindən sizə danışmaq istəyirəm. Ümumiyyətlə, kristal maddələrin əridiyi temperatura ərimə temperaturu deyirlər. Kristal maddənin əridiyi temperatura nə deyirlər? Ərimə temperaturu deyirlər.
Ərimə temperaturu deyilir. Ərimə temperaturu kristal maddənin növündən asılıdır. Kristalın növündən asılıdır. Kristalın növündən asılıdır. Və kristal maddə əriyərkən ərimə zamanı temperatur dəyişmir. Temperatur dəyişmirsə, orta kinetik enerji də dəyişməyəcək. Və məsəl üçün buzun temperaturu 0 dərəcə Selsidir. Yəni bu 0 dərəcə Selsiyə çatanda əriməyə başlayacaq və əriyib bitənə qədər temperatur dəyişməyəcək. Əriyib bitəndən sonra suya keçəcək, suyun temperaturu başlayacaq artmağa. İndi bura bir başlıq yazıram. Kristal maddənin əriyərək mayəyə çevrilmə qrafiki. Kristalın əriyərək mayəyə çevrilmə qrafiki. Mötərizədə yazıram. Məsəl üçün buz su sistemi. Buz su sistemi. Məsəl üçün buzdakı bizdə buz -20 dərəcəlimiz buzumuz var. O dərhal peçin üstünə qoyan kimi ərimir. Onun temperaturu 0 dərəcəyə çatmalıdır ki, o əriməyə başlasın. Bax, -20-dən başlayacaq bura kimi. A-dan B-yə kimi başlayacaq buz qızmağa. 0 dərəcə çatandan sonra buz başlayacaq əriməyə. Əriyib qutarandan sonra artıq olacaq su. Ondan sonra su başlayacaq qızmağa. Burada yazıram 10 dərəcə Selsi. Və burada adların yazıram. Adlar mütləq qeyd olunmalıdır. Mütləq şəkildə. Deməli, yazırıq ki, AB-də buz qızır. BC-də buz əriyir. CD-də isə su qızır. Bunu belə də demək olar. Deyinən də yazım. Bunu belə də yazmaq olar. Maye qızır. Üzr istəyirəm. Bərk cisim qızır. Bərk cisim əriyir. Sonra da yazırsınız ki, maye qızır. Ümumi halda danışır. İndi biz konkret burada buz su sistemi dediyinə görə deyirik ki, buz qızır, buz əriyir, su qızır. Və burada nədir məsələ? BC hissəsinə önəmli qeyd düşmək istəyirəm. BC hissəsi. BC hissəsində temperatur dəyişmir. Bayaq da demişdik ki, temperatur dəyişmir. T konstantdır. Orta kinetik enerji də onda dəyişmir BC hissəsində. Çünki temperatur dəyişməyən. Bu özəlliklə soruşulan suallardan biridir. Və BC hissəsində get-gedə buzun kütləsi azalır. Buzun kütləsi azalır. Suyun kütləsi isə artır. Amma daxili enerji isə qeyd düşək bura ki, daxili enerji buradan yazaq qeyd. Daxili enerji bütün hissələrdə artır. Daxili enerji bütün hissələrdə artır. Bütün hissələrdə artır. Çünki temperatur daimi arta-arta gedibdir. İndi bu qrafikin bir başqa alternativini də çəkim. Orada Q-lərlə
Rəqəmləri yığışdırıb küp falan yazaq. Test həllərində anlaya bilmək üçün. Baxın şagirdlər. Bu kübür istiliyi var ha. Kübür istiliyi var. Bu da Q2 istiliyi var. Burada ərimə qrafikidir, ərimə hissəsidir. Deməli, kübür istiliyi buzun qızmasına sərf olunan istilikdir. Buzun qızmasına sərf olunan istilikdir. Və kübürü belə tapırıq. Q1 bərabərdir C buz M delta T1 yazıram. Bu göstərdiyimiz bu AB hissəsi, yəni Q1 ilə Q2 buzun əriməsinə sərf olunan istilikdir. Yəni mən bu Q ərimə bərabərdir yazıram ki, Q2 çıx Q1. O da lambda M-ə bərabərdir. Onda bu hissəyə deyirəm ki, bu hissəyə deyirəm ki, buzun əriməsinə sərf olunan istilik. Aha. Onda mən buradan Q2-ni tapsam, Q2 nədir bəs müəllim deyə sual versəniz. Q2 isə buzun qızmasından tamamilə əriməsinə sərf olunan istilikdir. Yəni hamısı. Yəni Q2-ni buradan tapsaq olacaq Cm delta T üstəgəl lambda M. Bax belə. Burada delta T1 yaza bilərik.